Dinləmə mətninin audio skriptinə baxırıq. Origamidən danışır. Origami kağız qatlama üzrə Yapon sənətidir. İnsanlar yalnız bir parça kağızı qatlamaqla müxtəlif fiqurlar düzəldirlər. Onlar nə yapışqan, nə də qayçıdan istifadə etmirlər. Origami Yaponiyada başlayıb, amma indi bir çox ölkələrdə məşhurdur. Uşaqlar da, böyüklər də bu sənətdən zövq alırlar. Bəzi məşhur origami modelləri durna quşu, lotus çiçəyi və hoppanan qurbağadır. Bu modellər həm gözəl, həm də maraqlıdır. Onların bəziləri hazır olduqdan sonra azca hərəkət də edə bilir. Origami həm də yaxşı bir hobbidir, çünki insanlara rahatlanmağa və özlərini xoşbəxt hiss etməyə kömək edir. Bu gün origami məktəblərdə və klublarda öyrədilir. İnsanlar hazırladıkları modelləri dostları və ailələri ilə paylaşırlar. Origami həm də incəsənət tədbirlərində və festivallarda nümayiş olunur. Bir çox insan bu yaradıcı kağız sənəti haqqında daha çox öyrənmək üçün həyəcanlanırlar, yəni maraqlıdırlar bunu öyrənməyə. Mətn əsasən nə haqqındadır? How to cook Japanese food. Yapon yeməyini belə də necə bişirməli? Why people travel to Japan? Nə üçün insanlar Yaponiyaya səyahət edir? The history of Japanese music. Yapon musiqisinin tarixi. The Japanese art of folding paper. Kağız qatlama Yapon sənətindən danışır. How children play with toys. Uşaqlar oyuncaqlarla necə oynayır? Doğru cavabımız D variantıdır. Choose the correct answer to question according to the passage. Suala uyğun cavab seçmək tələb olunur. What are some popular origami models? Məşhur bir neçə origami modelləri hansılardır? Əlbəttə dinləmə mətnində qeyd olunan nədir? Crane, lotus flower and jumping frog. Doğru cavabımız B variantı. Complete the sentence according to the passage. Cümləni tamamlamaq tələb olunur. Origami is made by. Origami yəni necə hazırlanır? Using glue and scissors. Yapışqan və qayçıdan istifadə etməklə. Painting and drawing. Boya ilə və rəsm çəkməklə. Folding only one piece of paper. Kağızın yalnız bir hissəsini bükməklə. Cutting many pieces of paper. Kağızın bir çox hissələrini kəsməklə. Writing words on paper. Kağız üzərinə yazılar yazmaqla. Dinləmə mətnində folding only one piece of paper qeyd olunur və doğru cavabımız C variantı. Decide whether the statements are true or false. Verilən fikirlərin doğru yanlış olduğunu qeyd eləməliyik. Origami started in Japan. Yaponiyada başlayıb. Doğrudur. People always cut the paper in origami. Origamidə insanlar kağızları həmişə kəsirlər. Bu yanlışdır. Yalnız bükmə var. Some origami models can move a little. Biraz hərəkət edə bilir. Doğrudur. Origami is only popular in Japan today. Sadəcə Yaponiyada deyil, əslində bir çox ölkədə məşhur olmalıdır. Bu da yanlışdır. Doğru cavabımız AB, AB. Choose the regular verbs. Qaydalı feilləri seçin. Buy, bought, bought. Bu qaydasızdır. Listen, listened. Qaydalıdır. Play, played. Qaydalıdır. Run, ran, run. Qaydasız feildir. 2, 3. Doğru cavabımız C variantı. Choose the irregular verbs. Qaydasız feilləri seçin. Swim, swam, swam. Bu qaydasızdır. Move, moved. Bu qaydalıdır. Win, won, won. Bu da qaydasızdır. Study, studied. Bu da qaydalı feildir. 1, 3. Doğru variant B variantı. Choose the correct tense form. Düzgün zaman formasını seçin. She learning Spanish since last March. Keçən martdan bəri. Burada artıq since ondan əvvəl işlənən hissənin, yəni cümlənin indiki bitmiş zamanda olduğunu göstərir.
İspan dilinə başlayıb olacaq. She has started. Doğru cavab D variantı. Choose the correct verb forms. Düzgün feil formalarını seçin. Tony a bicycle for 2 months. Sual verir. Yəni 2 aydır Tomun velosipedi var. Tony bildiyimiz kimi 3-cü şəxsin təki, yəni he-dir. Ona görə has-lə başlamalıdır. Və indiki bitmiş zamanın quruluşunda bildiyimiz kimi has, have, üstəgəl feilin 3-cü forması olmalıdır. Yəni burada have-in 3-cü forması had-dir. Ona görə has Tony had olmalıdır. Doğru cavabımız E variantı. Choose the correct tense form. Düzgün zaman formasını seçin. I my homework yet. Ümumiyyətlə yet həm də cümlənin sonunda gəlib avtomatik ağlımıza indiki bitmiş zamanın inkarı gəlməlidir. Yəni ev tapşırımı hələ də bitirməmişəm. I haven't finished my homework yet. Doğru cavab A variantı. Choose the correct variant. Düzgün variant seçin. He has played the guitar for a long time. Müddət ifadə eləyən, burada a long time, uzun müddət, for sözünü ilə işlənir. Doğru cavab A variantı. Choose the correct preposition. Düzgün sözünü seçin. I am keen on-la işlənir. Necə ki, to be interested in. Maraqlı olmaq bir şeydə. Playing football with my friends. Keen on. Doğru cavab Y variantı. Choose the verbs that are the same in all three forms. 3 forması da eyni olan feilləri seçmək tələb olunur. Take, took, taken dəyişir. Cut, cut, cut. Sleep, slept, slept. Bu da dəyişir. Put, put, put. Bu da eyni qalır. Hər 3 formada 2, 4. Doğru cavabımız A variantı. Choose the verbs that have the same past tense and past participle. Yəni feilin ikinci və üçüncü forması eyni olan feili seçməliyik. Feilləri feel, felt, felt. Bəli, ikincisi və üçüncüsü felt, felt eynidir. Go, went, gone. Bu deyil. Hear, heard, 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 heard. Yəni 2 və 3 eynidir. Speak, spoke, spoken. Bu da dəyişir. Doğru cavabımız 1, 3. C variantı. Choose the correct word. Düzgün sözü seçin. The clown can 3 balls at the same time. Deməli, clown eyni vaxtda 3 topu nə edir? Yuxarıda havaya ataraq fırladır. O da ingiliscə ona juggle deyilir. Ride sürmək, jump tullanmaq, spend keçirmək, vaxt keçirmək ya da pul xərcləmək və ya geyinmək, juggle isə həmin o topları atıb tutmaq. Doğru cavabımız E variantı. Match the words to their definitions. Verilən sözləri mənalarına görə uyğunlaşdırmalıyıq. To dive, dalmaq, məsələn suya dalmaq mənasında. To jump into water. To surf, surf etmək. To ride on a wave, yəni dalğalar üzərində surf edirsən. To feed, yedizdirmək. To give food. BAC. Doğru cavabımız E variantı. Choose the correct pair of synonyms. Düzgün sinonimlər cütlüyünü seçin. Expensive, cheap. Bahalı, ucuz antonimdir. Certain, doubtful. Dəqiq, şübhəli. Bu da antonimdir. Interactive, separate. İnteraktiv, ayrı, yəni əlaqəsi yoxdur. Quirky, strange. Hər ikisi qəribə mənasını ifadə eləyir. Sinonimdilər. Interesting, boring. Maraqlı, maraqsız. Doğru cavabımız D variantı. Choose the opposite meaning to the underlined word. Altından xətt çəkilmiş sözün əks mənasını seçməliyik. Our football team has many beginners. Bizim futbol komandamızda yeni başlayanlar, daha sonra çoxlu başlayanlar var. Başlayanlar, yəni təzə öyrənməyə başlayanlar mənasındadır. Yəni learners, newcomers bunlar sinonimdir.
Amma bir də var, bu işin peşəkarları, express professionals. Bunlar 2 və 4 doğru cavabımızdır. Choose the correct statement according to the text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Dear customer, dəyərli müştəri, we are happy to inform you that our new fitness center is now open from 7 a.m. to 10 p.m. every day. Saat səhər 7-dən axşam 10-a qədər hər gün yeni fitness mərkəzimizin açılışı barədə sizə məlumat verməkdən qürur duyuruq. If you buy a monthly membership this week, we can invite a friend for free. Əgər aylıq üzvlüyü bu həftə alsanız, dostunuzu pulsuz dəvət edə bilərsiniz. Stay active and healthy with us. Bizimlə fəal və sağlam qalın. Fit Life Team komandası yazıb. Customers can bring a friend free with a new membership. Müştərilər yeni üzvlüklə bərabər dostlarını pulsuz gətirə bilərlər. Doğrudur. The fitness center is open only in the morning. Sadəcə səhərləri açıq olur. Xeyr. The fitness center closes at 7 p.m. Axşam 7-də bağlanır. Halbuki 10-da bağlanır. Membership is free for everyone this month. Hər kəs üçün bu ay pulsuzdur. Xeyr. The center opens only on weekends. Sadəcə həftə sonları açıq olur. Doğru cavabımız A variantı. Choose the correct statement according to text. Mətnə uyğun olaraq düzgün fikri seçin. We are looking for volunteers to help during the school science fair. Deməli, biz axtarışındayıq könüllülərin ki kömək etsin bizə məktəb elm fuarında, yarmarkasında. You don't need to be an expert in science. Yəni, peşəkar olmağa ehtiyac yoxdur elmdə. Enthusiasm is enough. Şövq, istək yetərlidir. Teachers will give instructions before the event. Tədbirdən əvvəl təlimatlar verəcək müəllimlər. Volunteers must have a science degree. Könüllülərin elmi dərəcəsi olmalıdır. Xeyr. Students can volunteer even without special knowledge. Tələbələr xüsusi biliyi olmadan da könüllülük eləyə bilər. Doğrudur. Only teachers can join the science fair. Bu elmi yarmarkasına sadəcə müəllimlər qoşula bilər. Volunteers must prepare experiments at home. Könüllülər evdə təcrübə hazırlamalıdırlar, eksperiment. The fair is only for professional scientists. Bu yarmarka yalnız peşəkar alimlər üçündür. Doğru cavabımız B variantıdır. What's the purpose of the advertisement? Bu elanın məqsədi nədir? Would you like to learn Spanish in just 3 months? 3 ayda sadəcə İspan dilini öyrənmək istərdinmi? Join our evening classes starting from October 5. Oktyabrın 5-dən başlayaraq bizim axşam dərslərimizə qoşulun deyir. Call 897643 for more information. Yəni əlavə məlumat almaq üçün bu nömrəyə zəng edin. Burada məqsəd nədir? To announce the opening of a new school, yeni məktəbin açılışını bildirmək üçün. To invite people to join language classes, dil dərslərinə qoşulmaq üçün insanları dəvət eləyir. Doğrudur. To explain why Spanish is easy to learn, İspan dilinin nə üçün asan olduğunu izah edir. To sell Spanish dictionaries, İspan dilində olan lüğətləri satmaq üçün yazılıb. To advertise free online courses, pulsuz online kursları reklam etmək üçün. Doğru cavabımız B variantı. Burada read the text and answer the questions. Suallara cavab vermək tələb olunur mətni oxuduqdan sonra. İlk sualımız, what's the passage mainly about? Mətn nə haqqındadır? Gəlin mətnə nəzər salaq. Drone flying is a very interesting and modern hobby. Drone uçurtmaq çox maraqlı və müasir bir hobidir.
A drone is a small machine that can fly in the air. Drone havada uça bilən kiçik bir makinadır, maşındır. Many people use drones today for fun, for work, or for making videos. Bugün bir çox insan dronlardan əyləncə üçün, iş üçün və ya video çəkmək üçün istifadə edir. This hobby is perfect because it combines technology and creativity. Bu hobi əladır, mükəmməldir, çünki həm texnologiyanı, həm də yaradıcılığı birləşdirir. A drone can be used for taking aerial photos and videos. Dronlardan havadan şəkillər və videolar çəkmək üçün istifadə edilə bilər. These pictures are from above, so they look very special. Bu şəkillər yuxarıdan çəkilir, ona görə də çox xüsusi görünür. Hundreds of photos and videos can be made and then shared on a blog or social media. Yüzlərlə şəkil və video çəkmək, sonra isə blogda və ya sosial şəbəkədə paylaşmaq olar. Friends and followers enjoy watching them and often give many positive comments. Dostlar və izləyicilər onları izləməkdən zövq alır və çox vaxt müsbət rəy yazırlar. It feels good to share this work with others. Bu işi başqaları ilə bölüşmək insanlara xoş hisslər aşılayır, bəxş edir. There are also drone racing competitions in many cities. Bir çox şəhərdə dron yarışları da keçirilir. Pilots control their drones and fly them very fast through different tracks. Pilotlar öz dronlarını idarə edir. Onları müxtəlif yollardan çox sürətlə uçururlar. This sport is exciting and popular. Bu idman həyəcanlı və məşhurdur. Joining such a race can be a great goal for hobby lovers who want to improve their skills. Belə bir yarışa qoşulmaq bacarıqlarını inkişaf elətdirmək istəyən həvəskarlar üçün əla bir məqsəd ola bilər. Mətn əsasən nə haqqındadır? What's the passage mainly about? How birds fly in the sky. Quşlar səmada necə uçur? Xeyr. A big machine. Böyük maşın. Xeyr. Drone flying as a hobby and activity. Drone uçurtmadan söhbət gedir. Hobi kimi, bir fəaliyyət kimi. The dangers of modern technology. Müasir texnologiyanın təhlükələrindən. How to build a car at home. Evdə maşını necə düzəltməli? Doğru cavabımız C variantı. Which word from paragraph 3 fits the following definition? To make something better. Bir şeyi daha da yaxşılaşdırmaq. Yəni bu 3-cü paragrafda hansı sözün lüğəvi mənasıdır? Want istəmək, join qoşulmaq, fly uçmaq, control idarə etmək, improve yaxşılaşdırmaq, təkmilləşdirmək. Doğru cavabımız Y variantıdır. Choose the correct answer to the question. Suala düzgün cavab seçmək tələb olunur. Why do people share drone photos and videos online? Nə üçün insanlar drone şəkillərini və ya videolarını online paylaşırlar? To sell them in big shows, böyük mağazalarda satmaq üçün. To get comments and likes from others, digərlərindən, başqa insanlardan rəy, bəyənmə almaq üçün. Doğrudur. To win a gold medal, qızıl medal qazanmaq üçün. To learn history from books, kitablardan tarixi öyrənmək üçün. To stop using social media, sosial mediadan istifadəni dayandırmaq üçün. Doğru cavabımız B variantıdır. Complete the sentence according to the passage. Cümləni tamamlamaq tələb olunur. Drone racing is. Drone yarışı nədir? Slow and quiet. Yavaş və sakitdir. Boring for young people. Gənc insanlar üçün darıxdırıcıdır. Only for children at school. Yalnız məktəbdəki uşaqlar üçündür. An exciting sport with tracks. Cığırları olan, yolları olan həyəcan verici bir idmandır. Not popular in cities. Şəhərdə məşhur deyil. Doğru cavabımız D variantıdır. Which statements are true according to text? Mətnə uyğun gələn doğru fikirləri seçin.
Drones cannot take photos and videos from above. Dronlar yuxarıdan şəkil, video çəkə bilmir. Bu yanlışdır. Every drone user must join a race. Hər bir drone istifadəçisi yarışa qoşulmalıdır. Bu da yanlışdır. Drone racing competitions are held in some cities. Bəli. Bəzi şəhərlərdə dron yarışı müsabiqəsi keçirilir. Followers often give positive comments on drone blogs. Drone bloglarında izləyicilər adətən müsbət rəylər verilir. Doğru cavabımız 3 və 4-dür. Look at the three pictures. Write a story shown in the pictures. Write 35 words or more. Minimum 35 sözdən ibarət bir hekayə qurmalı, şəkillərə əsasən ardıcıllıq qorunmalıdır. Mütləq bütün şəkillərə toxunulmalıdır. Mümkün qədər mövzudan kənara çıxılmamalıdır. Qız və oğlan burada ağac əkir, sonra ağac bar verir və sonra onun verdiyi bar, yəni almaları səbətlərini yığıb aparırlar. Hekayə quranda bəli, one day, ona sunny day bu formada başlaya bilərik. One day, burada oğlan və qız, a boy and a girl da yaza bilərik və ya ad da verə bilərik. Tom and tutaq ki, Jane. Tom and Jane. Planted, yəni əkdilər. A small tree together. A small tree together. Small tree together. Birlikdə əkdilər. Harda? Bağda. In the garden. In the garden. Sonra əlbəttə qayğısına qalırlar. They looked after it carefully. Bağlayıcımızı qoyaq. And bağlayıcı vasitələrdə mütləq istifadə eləyin. Zərflərdən istifadə eləyin. And soon böyüdü, möhkəmləndi. It grew big and strong. Yəni növbəti bağlayıcı vasitəmiz later kimi, after that kimi. Sonra nə oldu? Ağac bar verdi. The tree gave them many apples. Uşaqlar da əlbəttə dərirlər bunu. The children picked the apples. Sevincək. Happily and səbətlərini doldurdular. Filled their baskets. Nəhayət, finally, yəni sonda, bunda bağlayıcı vasitə. They walked home together. Evlərinə getdilər. Deyib saxlaya da bilərsiniz. Amma necə getdilər? Təsvirini genişləndirə bilərsiniz. Carrying the heavy baskets of fruit. Yəni meyvə dolu ağır bir səbəti daşıyırlar. Təbii ki, gördükləri işdən fəxr edirlər kimi də yaza bilərik. Feeling good ya da proud. Feeling proud of their work. Belə.